Bugünkü ifadəmiz les lettres de créance-dır. Les lettres de créance həmişə cəmdə olur. Hətta bir dənə sənəd olsa belə yenə cəmdə olur. Les lettres de créance-dır və bu etibarnamə deməkdir Azərbaycan dilində. Etibarnamə yeni təyin edilmiş səfirlərə verilmiş sənədlər toplusudur ki, həmin səfir götürür o sənədlər toplusunu, öz gəldiyi ölkə verir də o sənədlər toplusunu ona, o götürür onu, aparır, o səfir təyin edildiyi ölkənin adətən prezidentinə təqdim edir. Və buna da remettre feili ilə biz deyirik. Deməli, la remise des lettres de créance. Məsələn, deyə bilərsiniz ki, la nouvelle ambassadrice de la France a remis ses lettres de créance au président de la République d'Azerbaycan. Fransanın yeni təyin edilmiş səfiri Azərbaycanın dövlət başçısına etibarnaməsini təqdim elədi. Yəni, burada təqdim eləmə ifadəsi remettre ilə gedəcəkdir. Les lettres de créance. Etibarnamə. Çox maraqlı bir ifadədir. Oldu. Sağ olun. Hələlik.